Salam əziz şagirdlər, 21 dekabr tarixində keçirilən sınav imtahanının 5-ci sinif riyaziyyat suallarının həll izahına baxaq. Deməli, birinci sualda deyir ki, 87 çıx mötərizədə x üzərinə gəl 33 bərabərdir 28. Uşaqlar, x üzərinə gəl 33 olduğu kimi yazıram. Bərabərdir. Azalandan fərqi çıxıram. 87 40 28. X üzərinə gəl 33 bərabərdir. 87-dən 28-ni çıxdıqda 59. X də bərabərdir 59 çıx 33 bərabərdir 26. Düzgün variantımız A variantı. Növbəti 27-ci suala baxırıq. Kitab bağlamaları yan-yana 5 sırada düzülüb. 5 sırada düzülüblər. Hər sırada 7 bağlama var. Hər sırada 7 bağlama varsa 5 sırada olar 35 dənə də, elə deyil. Bağlama və bağlamada 12 kitab var. Deməli 35 dənə bağlamamız var imiş. 35-i də 12-yə vurarıq. 420. Vuraq izah olaraq. 0 bir yadda, 6 bir yaddaydı, 7, 5, bu da 3 oldu, 420 B variantı. 28-ci suala baxaq. 28-ci sualda hansı adi kəsri məxrəci 100-ə bərabər kəsr şəklində göstərmək mümkün olar? Uşaqlar, burada bilirsiniz nə deyir? Yəni, məxrəclərə baxırıq. Hansını 100-ə çatdıra bilərik? Yəni, hansını neçə vursaq 100 alarıq? Yəni, 100-ü bunların bölməliyik. Hansını cavab ala bilsək, deməli cavabımız o olur. 100-ü 3-ə bölə bilirəm. Xeyr, getdi. 6-ya bölə bilirəm. Tam. Xeyr, getdi. 11-ə bölə bilirəm. Xeyr. 7-yə bölə bilirəm. Xeyr. Deməli, 4-ə bölə bilirəm. 25. Deməli, bunu belə yazarıq da. Elə bir 4-də 3 deyil. Məxrəci 100 şəklində deməli, bunu da 25-ə vuraram. Bunu da 25-ə vuraram ki, məxrəcim 100 olsun. 100-də 75 alaram. Bəli, göstərmək olar C variantı. Növbəti 29-cu sual. Deyəcəm. 29. Aha, 29-cu sualda deyirdi ki, 5 tam 2-də 5-i qarışıq ədədi onluq kəsrə çevirin. Uşaqlar, 5 tam 2-ni də 5-ə böldükdə 0,4 düşür. 5-in də üzərinə 0,4-ün gələndə 5,4 yazarım. Bizim cavabım 5,4. Sonra. Doğru bərabərsizlik alınması üçün ulduzun yerinə hansı rəqəmləri yazmaq olar? Uşaqlar, bunu elə bir, bax, başlıqları eynidir, tamları eynidir. Tamdan sonra gələn ədədim də, rəqəmim də 4-dür, 4-dür. Deməli, elə ədəd yazacağım ki, bax, bunun da yanı bir 0 yazırıq, olur 0, hə? Elə belə nəzərdə tutacaq. 40-dan böyük ədədləri tapmalıyıq. Bax, 0 yazsam 40 olacaq, getdi. Sıfırlar getdisə, cavabım bir dənə qalacaq 1, 2. Elə bir ki, 41, bir də 42 da. Elə bir 138 tam 100-də 41, 138 tam 100-də 42. 40-dan böyükdür. E variantı. 31-ci sual. 5 tam 100-də 31 və 12,7 ədədləri arasında yerləşən natural ədədlərin cəmini tapın. Natural ədəd deyirsə, yəni müsbət tam ədədləri götürürük. Müsbət tam ədədlər. 5-in özünü götürürəm. 6, 7, 8, 9, 10, 11, 12-nin özünü də götürürəm. Çünki 12,7 12-dən böyükdür. Tam isə 12-dir. İndi toplasaq, uşaqlar, baxın, sizə asan bir toplama üsulu deyək. Başdan sona, bax, 6 ilə 12 mənə 18 verir. 7 ilə 11 mənə 18 verir. 8 ilə 10 mənə 18 verir. Yerdə qaldı 9. 9 qaldı. O da bərabərdir. Elə bir 3'ü 3'dən 18 deyil. 3'ü 18'ə vuranda 54. 54'ün də üzərinə 9 gəlsək. 54'ün də üzərinə 9 gəlsək 63 B variantı alalım.
Növbəti 33-cü suala baxaq. Sinifdə 24 şagird var. Bunlardan 3də 2-si oğlandır. Gəlin birinci oğlanları tapaq. 24-ün 3də 2 hissəsini tapırıq. Deməli, neydi? 24-ü 3-ə bölürdük 8. 8-i 2-yə vururduq 16. Uşaqlar, 16 deyil ha cavab. 16 oğlanların sayıdır. Mənə də qızların sayını soruşur. Tam uşaqların, şagirdlərin də cəm sayı 24-dür. 24-dən də 16-sını çıxsam, alaram 8. C variantı. Növbəti 33-cü sual. Ən böyük 2 rəqəmli cüt ədəd. Ən böyük 2 rəqəmli cüt ədədimiz 98-dir. Cüt ədədimiz. Və deyir ki, məxrəci 49 olan ən böyük düzgün kəsir. Hasilini tap. Hasil deyilsə vururuq. Məxrəci də 49, ən böyük düzgün kəsir deyilsə biz dedik ki, düzgün kəsir nəyə deyilirdi? Məxrəc sürətdən böyük olmalıydı. Ən böyük də dediyinə görə 48 götürəcəm. O da bərabərdir. 98-i 49-a böləndə 2 düşər. 2-ni də 48-ə vuraram. 96 A variantı. Növbəti 34-cü sual yenə birinci tənliyə oxşardır. Amma bizə nə deyir burada? Deyir, kökü hansı iki qonşu natural ədəd arasında yerləşir? Birinci gəlin bunu tapaq. Yenə yazıram. X minus 5,4 bərabərdir. 12,1-dən sıram 11-ini. Minus 5,4 bərabərdir. 12,1-dən 11-ini çıxanda 1,1 qalar. X də bərabərdir. 1,1-in üzərinə 5,4-ünü gəlsən, yəni 5,4-ünü gəlsən, alacam 6,5. Uşaqlar, 6,5 hansı natural ədəd arasında yerləşir? 6-dan, 6,5 6-dan böyükdür. 7-dən kiçikdir. Elə deyil tam olaraq. Onda 6 ilə 7 arasında yerləşir. Ədədində neçə minlik var? Yaxşı. Təklik, onluq, yüzlük, minlik. Düşdü bura. 39.505 B variantı. Növbəti 36-cı suala baxaq. 36-cı sual belə düşdü. 36-cı sualda deyir ki, bir dənə cədvəl verib bizə. Deyir, kəsirin sürəti 128-dir. 128 yazdım. Məxrəci isə deyir 4-dür. Deyir, ayı tapın. Kəsirin qiyməti də aya bərabər imiş. Uşaqlar, bu necə eləyirdik? Biz deyirdik ki, kəsir xətti həm də bölmə deməkdir da. 128-i 4-ə bölsəm, ayın cavabını alaram. 128-i 4-ə böldükdə 32 alaram D variantı. Növbəti 37-ci suala baxaq. 37-ci sualda deməli bir kəsir verir. 11-də 7-nin üzərinə 11-də 4-ünü gəlirəm. Uşaqlar, biz dedik məxrəci bərabər olan kəsirləri toplayarkən məxrəc olduğu kimi qalır, sürətlər toplanır. Yəni 7-nin də üzərinə 4-ünü gəlirəm 11. Uşaqlar, 11-də 11 kəsiri mənə 1 verir. 12-də 5 kəsirinin üstünə 12-də 19 gəlsəm, yenə məxrəc olduğu kimi qalacaq, sürətlər toplanacaq. 5-in üzərinə 19 gəlsəm, 24 alacaq. Yaxşı, bu da mənə verəcək. 24-ü 12-yə bölsəm, 2 alaram. Hə, burada mənə deməli, 3 bucağımın qiyməti oldu 1, kvadratımın qiyməti oldu 2. 1 ilə də 2-ni topladım, 3 A variantı. Növbəti 38-ci suala baxaq. Əbob 12, 18-i hesablayın. Əbob dedik nə idi? Eyni olanları götürdük. Bunu geniş izah olaraq 12 ilə 18-i sadə qruplara ayırırıq. 2, 6, 2, bir dəqiqə 5-ci sinifdə biz sadə qrup keçməmişdik. Deməli 12-də 12-nin bölənlərini yazırıq. 1, 2, 3, 4, 6, 12. Sonra deməli 18-in bölənlərini yazırıq. 1, 2, 3, 6, 9, 18. Biz dedik ki, əbob necə idi? İçərisində ən böyük olan götürürdük. Ortaq ən böyükləri deməli 6. 6-nı götürürük B variantı. 39-cu suala baxaq.
39-cu sualda kəsirləri azalan sıra ilə düzün. Azalan sıra deyirsəm, böyükdən kiçiyə. Yaxşı, bunlara baxın uşaqlar. Məhəzzələrə baxıram ki, ixtisar edə bilərəm. Birinci kəsirim 11-də 3 olacaq. İkinci kəsirim 66 ilə 12-ni ikisini də eyni ədədə bölsəm, yəni 6-ya bölsəm, sürətdə 2 qalacaq. 12-ni 6-ya bölsəm 2, 66-nı 6-ya bölsəm 11. 77 ilə də 28-i ikisini də 7-yə bölək. 28-i 7-yə bölsəm 4, 77-ni 7-yə bölsəm 11. Baxın, məxrəclər bərabərdir. Biz demişdik ki, məxrəcləri bərabər olan kəsirləri müqayisə edərkən sürəti böyük olan böyük, kiçik olan kiçik olur. Bizə də nə deyək, azalan deyirsə böyükdən kiçik. Ən böyüyümüz 11-də 7, yəni 77-də 28, sonra 11-də 3, 11-də 3, sonra 11-də 2. 11-də 2-də nə idi? 66-da 12 C variantı. Növbəti 49-cu sual, 40-cı suala baxaq. Aha, kəsir verdik bizə. Neçə dənəsi bərabərdir? Neçəsi bərabərdir? Uşaqlar, baxıram. 3-də 2. 4-də 3-ü ixtisar edə bilirəm? Yox, getdi. 6-da 4-ü ixtisar edə bilirəm. İkisini də eyni ədədə bölmək. 4-ü 2-yə bölsəm 2 düşər. 6-nı 2-yə bölsəm 3 düşər. 7 ilə 5 ixtisar edə bilirəm? Xeyr, getdi. 9-da 6-nı ixtisar edə bilirəm? Bəli, 3-ə ixtisar edə bilirəm. 6-nı 3-ə ixtisar edirəm? 2. 9-u 3-ə ixtisar edirəm 3 dəfə. Baxın, 3 dənə oldu. 3-də 2, 3-də 2, 3-də 2. Deməli, 3 dənə oldu. 3-ü. 41. 41-ci sualda da 4-də 7 kəsri ilə tərsinin fərqini tapın. Uşaqlar, 4-də 7. 4-də 7. Bunun tərsi 7-də 4-dür. Fərq də deyəndə çıxırıq. 7-də 4. Bunları ortaq məxrəcə gətirsək, ikisində də 28 olacaq. Bunları 7-yə vuracam. 7, 7, 4, 4. Məxrəcləri bərabərləşdirəcəm. Olacaq 28-də 49 minus 28-də 16. Bu da mənə verəcək bərabərdir. 28-də məxrəci bərabər olan kəsirləri çıxarkən ya da toplayarkən. Məxrəc olduğu kimi qalacaq sürətlər. Çıxmadsa çıxılacaq, toplamadsa toplayacaq. 49-dan da 16-sını çıxırıq. 49 çıx 16. Bu da mənə verəcək 33. Sürətdə 33, məxrəcdə 28. 28-də 33 D variantı. Növbəti 42-ci sual. Turalın 18 manat pulu var. O pulunun 3-də 2 hissəsini kitab aldı. Gəlin, baxaq görək nə qədərini kitab alıbdır. 18-in 3-də 2-sini taparkən 18-i 3-ə bölürəm 6, 6-nı 2-yə vururam 12. Deməli, 12 manata kitab alıbdır. 12 manata kitab alıbdır. Qalan pulunun 2-də 1 hissəsini. Qalan pulu nə qədər qalıbdır? Bax, 12 manatını xərcləyib kitaba 18 manatda pulu varmış. 18-dən 12-sini çıxırıq 6 eləyir. Qalan pul 6 eləyir. 6-dan 2-də 1-ni tapmaq, yəni 6-nı 2-yə bölməkdir. 6-nı 2-yə böləndə 3 qalar. 3 manatını isə dəftər alıbdır. Deyə Tural neçə manat xərclədi? 15 manatını kitab alıb, 12 manatını kitab alıb, 3 manatına da dəftər alıbdır. Cəmi 15 manat pul xərcləyib. Aşağıdakı ədədlərdən hansı sadə ədəddir? Sadə ədəd dedik ki, 1-ə və özünə bölünən ədədlərdir. 9. 9 verir bizə. 9-un bölənləri 1, 3, 9. 3 dənədir. 14-ün bölənləri 1, 2, 7. Bir də 14. 27-nin bölənləri 1, 2, bağışlayın 2 dedim. 1, 3, 9, 27. Yaxşı, 51-in bölənləri. 51 bəzi uşaqlar üçün sadə ədəd görünür, amma 51 sadə ədəd deyil. 51 mürəkkəb ədəddir. Çünki 3-ə bölünür. 3-ə bölünməsini də hardan bildim? 3-ə bölünmə əlamətini yadıma saldım. Rəqəmlər cəmi 3-ə bölünərsə, bu ədəd 3-ə bölünür. 5-in üzərinə 1 gəldim. 6, 6 da 3-ə bölünür. İndi bölənlərini yazaq. 1, 3, 51 3-ə böləndə 17 düşər. 17, bir də 51-in özü. Amma 2 sadə ədəd, 2 mürəkkəb ədəd deyil, sadə ədəddir. Çünki bölənləri 1 və 2-dir. Düzgün cavabım E variantı olacaq. Bir də biz dedik ki, deməli, bütün cüt ədədlər mürəkkəb ədəddir. Amma 2-dən başqa. 2 istisnadır. Növbəti 44-cü sual.
1, 4, 5, 9 rəqəmlərindən istifadə etməklə rəqəmləri müxtəlif neçə 4 rəqəmli cüt ədəd düzəltmək olar. Cüt ədəd uşaqlar sonu deməli, sonu 2, 4, 6, 8 ilə bir də 0 ilə bitənlər cüt ədəddir. İndi mənə bir dənə 4 verib də, lap asan. 1, ədəd deyir. 1, 5, 9, 4. 1, 9, 5, 4. Birlərdən bitdi. Keçirəm 9-a. 9, 1, 5, 4. 9, 5, 1, 4. 9 da bitdi. 5'e keçək. 5, 9, 1, 4. 5, 1, 9, 4. 1, 2, 3, 4, 5, 6 dənə A variantı. Aşağıdakı şəkillərə görə doğru cavabı tapın. Mən 6 rəqəmli ədədəm. Minliklərə qədər yuvarlaqlaşdırdıqda azalıram. Minliklərə qədər yuvarlaqlaşdırdıqda azalıram. 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda artıram. 3'e tam bölünürlər. Gəlin birinci baxaq görək. 3'e hansı 3'e bölünür? 3'e bölünmə əlamətini yadınıza salaq. Rəqəmləri cəmi 3'e bölünürsə, bu ədəd 3'e tam bölünür. B variantına baxaq. 8'in üzərinə 5 gəlirəm. 13. 13'ün üzərinə 9 gəlirəm. 22. 22'nin üzərinə 4 gəlirəm. 26. 26'nın üzərinə 8 gəlirəm. 34. 34'ün üzərinə 2 gəlirəm. 36. 36 3'e bölünür. Bəli, bölünür. 10 minliklərə qədər yuvarlaqlaşdığında artıram. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Baxın, 5'də dayandı. 9. 9 5'dən böyükdür. Bəli, deməli artır. Minliklərə qədər yuvarlaqlaşdıranda azalıram. Təklik, onluq, bir dəqiqə, təklik, onluq, yüzlük, minlik. Burada. 4, 4'ə baxırıq da, yanındakı bir baxırıq. 4, 5'dən kiçikdir, bəli. Onda azalır. Düzgün variant B variantı. 45'dən sonra yaxşı. Keçirik 46'ya. 46. Hesablayın. Deməli, qarışıq kəsir şəklində də toplayıb çıxa bilərik. Deməli, adi kəsiri çevirib də, düzgün olmayan kəsiri çevirib də toplayıb çıxa bilərik. Amma mən baxıram ki, cavablarının çoxsu mənə qarışıq kəsirlə verib də, qarışıq kəsirlə verib, mən də gəlin qarışıq kəsirlə həll edeyim. Bunlara ortaq məxrəc, hər birinin ortaq məxrəc 56 olar. 56 olsa, bax, bunu 8'e vuraram. Bunu da 8'e vuracam. Bunu 7'ye vuraram. Bunu da 7'ye vuracam. Məxrəc nəyə vuramsa, sürətli ona vuracam. Bunu 16'ya vuracam. Bunu da 16'ya vururam. Bərabərdir. Deməli, 2 tam 56'da 8'i 3'e vuranda 25. Üzərinə gəl. 3 tam 8'i 7'ye vuranda 56. 5'i də 7'ye vururam 35. 2 tam 4'ü 16'ya vuranda 56. 16 yox, dəqiqə 14 bağışlayın. 14, burada 14 olacaq. 4'ü 14'e vururam 56. Biri 14'e vururam 14. Bundan sonra gəldim. Hamlarını hesablayıram. Məxrəcə baxıram ki, məxrəclərin hamısı eynidir. Hamlarda isə 2'nin üzərinə 3 gəlirəm. 5. 5'dən də ikisini çıxıram, alıram 3. 5'dən də ikisini çıxıram, alıram 3. Tamam oldu 3. Məxrəcim də oldu 56. Sürətdə də yazaram ki, 24'ün üstünə 35'in gəlib 14'ün çıxmalıyam. 24'ün üzərinə 35'in gələndə 59. 59'dan da 14'ün çıxanda 45. 3 tam 56'da 45 A variantı. 46, 47. saat. Deyim, mənim 30 yaşım var. Qardaşım mənim yaşda olanda, mənim yaşım onun yaşının yarısı qədər idi. Yarısı qədər idi. İndi qardaşımın yaşı neçədir? Baxın uşaqlar. Mən 30 yaşım var. Qardaşım mənim yaşda olanda, mən onun yaşının yarısı qədər idim. Bu demək deyil ki, hər il mən qardaşımın yaşının yarısı qədər olacam. Bax, deməli qardaşın 30 yaşı var imişsə, mən də həmin vaxtda 15 yaşım var idi, hə?
Deməli, qardaşım məndən 15 yaş böyükdür da. 30-dan 15-ini çıxırıq, bölmürük ha, çıxırıq. 30-dan 15-ini çıxırıq, 15 qalır. Deməli, deyir ki, mən 30 yaşım varsa, qardaşımın indi neçə yaş var? 30-un da üzərinə 15 gəlirik. 45. Dəqiqə, 45 C variantı. Sonra 128 kiloqramın 8-ə 7 hissəsi neçə qramdır? Aha, mənə kiloqram verir, qramla da cavabımı istəyir. 128-in vururam 8-də 7-yə. Bərabərdir. 128-i 8-ə bölüb 7-yə vuracam. 128-i 8-ə böləndə 1, 4, 6. 16. 16-nı da 7-yə vuracam. Alacam deməli. 112. Aha. 112 kiloqram almışam ha mən. 112 kiloqram almışam. Amma məndən qramı soruşur. Kiloqramı qrama çevirəndə həmin o ədədi minə vurarıq. Minə vursaq, 112-ni də minə vuranda 112 min C variantı. 49-cu suala baxaq. Hər bir onluq kəsiri bir hərflə işarələnir. 3-ə bölünən onluq kəsirlərə uyğun hərflərdən düzəlmiş meyvəni tapın. Uşaqlar, baxırıq. 3-ə bölünmə əlamətini yadımıza salaq. Rəqəmləri cəmi. Hamısını rəqəmlərinin cəmini tapıb eləyəcəyik. Tək-tək bölmürük. Rəqəmlərini toplayırıq. 2-nin üzərinə 4, 6, 6-nın üzərinə 9, 15. Deməli, S hərfin bölünür. 1-in üstünə 2, 3, 3-ün üstünə 4, 7, 3-ün üzərinə 4, 7, 7-nin üzərinə 2, 9. Deməli, I hərfində bölünür. 3-ün üzərinə 8, 11, 11-in üzərinə 7, 18, 18-in üzərinə 0, 18, 18-in də üzərinə 5, 23. Deməli, Y hərfin bölünmədi. 9-un üzərinə 1, 10, 10-un üzərinə 8, 18, 18-in üzərinə 7, 18-in üzərinə 7, 25, 25-in üzərinə 8, 33. Deməli, G hərfində bölündü. 1-in üzərinə 2, 3, deməli, A hərfində bölündü. 1-in üzərinə 0, 1, üzərinə 2, 3, 3-ün üzərinə 4, 7. Deməli, M hərfin bölünmədi. 6-ın üzərinə 1, 7, 7-nin üzərinə 3, 10, 10-un üzərinə 2, 12. Deməli, L hərfində bölündü. C, I, L, A, S. Cilas sözü alındı. A variantı. Verilmiş onluq kəsirlərdən neçəsi 0,54 və 1,38 arasında yerləşir? Aha, 54-ə baxıram, hə. Deməli, 0,55. 0,1000-də 543. 1,1000-də 370. Bax, sıfırı saymırıq da. Biz deyirik ki, ədəddən sonra sıfır gələndə bunu %37 kimi götürürük. %37 də bəli, 38-dən kiçikdir. 1,54 olmur. 0,32 olmaz. 1,39 olmaz. 1,1000-də 289 olar. 4 dənə B variantı olacaq.